Gəlin Fransadakı McDonald's-da Azərbaycanda olmayan menyuları bir yerdə yoxlayaq. Parisin mərkəzində olsa da bu McDonald's çox da təmiz değildi. Azərbaycandakı McDonald's restoranları çox təmizdir. Qədrini bilək, şükür eləyək. Çünki orada bir neçə yerdə girdim, içəri natəmiz idi. Amma menyularını çox bəyəndim. Belə bir qeyri-adi kartof frilləri var idi. Üzərinə bikon və pendir. Çəngəllə götürüb yeyirsiniz. Çox dadlı idi. Bunu çox bəyəndim. Sonra bu şəkildə belə bir Subway sendviçinə oxşayan bir sendviç idi. Bu da dadlı idi. Yoxlamaq üçün uşaq menyusu da aldım. Buradakı uşaq menyularındakı oyuncaqlar bəzi yerlərdə kağızdan idi. Bu isə tərəvəzdən hazırlanmış toyuq nagetlərdi. Yəni tərkibində toyuq yoxdur təbii ki, amma həqiqətən də dadı seçilmirdi əsl toyuq nagetlərindən. Uşaq menyusunda verilən digər belə bir şey yoğurt idi. İçməli yoğurt idi, amma bunu içəndən sonra qatdım, qarışdırdım, qarın ağrısına düşdüm. McDonald's Fransada qeyri-adi meyvə şirələri də var. Yəni ki, təkcə kola, fanta yox, digər şirələri də yoxlaya bilərsiniz. İtlər üçün belə bir oyuncaq var idi, amma mən bunu istəmirdim. Mənə başqasını verdilər. Sonra getdim şüvənlik elədim. Bunu istədim, istədiyimi götürdüm.